Jet müdürünün qəbuluna düşmək sanki nazirin qəbuluna düşməyə bənzəyir. Məmurların qəbuluna gedən vətəndaşların böyük əksəriyyəti də problemin həll olunması ümidi ilə getmirlər. Milli Məclisdə də danışan və dərdi deyən deputat azdır. Bələdiyyələr ümumiyyətlə daha güclü orqanizmə çevrilə bilmədi və yox kimi bir quruma çevrildi və bu da öz təsirini göstərir. Deputatların özlərinin nazirliklərlə, qurumlarla münasibətləri necədir? Problemi həll etmə məsələsində, onun həll olunması məsələsində əslində narahatçılıq var. Demoqrafik vəziyyət çox acınacaqlı bir şəraitə gətirib çıxara bilər bizi. Siyasi proseslərin pərdə arxası, cəmiyyəti narahat edən məsələlər, vətəndaş şikayətləri. Bütün bunlar Rövşanə ilə gündəmdə. Salam, xoş gördük. Barometr TV-də Rövşanə Ağasəf qızı. Qonağım İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa. Fazil bəy, xoş gördük sizi. Xoş gördük. Necəsiniz? Həmd olsun Allaha, ayaqdayıq, yaxşıyıq, hərəkətdəyik. Yaxşısınız maşallah. Şükür. Gələndə qulaq müsafiri oldum bir telefon danışığınızın. Elə əslində həm də söhbətə bir giriş oldu. Bilmirəm, bəlkə də dostunuz idi, bəlkə də yaxınınız idi. Bir kəlmə məni tutdu. Sən də məmur olub getdin deyəsən. Bu əslində bizim söhbətin həm də bir qapısıdır. Nədir bu məmurla vətəndaş arasında ki, sən də məmur olub getdin deyəsən, bir yaxşılıq et? Hər şeydən əvvəl hansı vəzifədə olursan ol, mütləq mənada məmurlaşma tendensiyasını seçməməlisən. Mütləq cəmiyyətlə bağın qopmamalıdır, mütləq insanlarla ünsiyyətində əvvəlki səviyyədə olmasa da, amma vaxt tapdığın qədər müəyyən münasibətlərin qorunmasına çalışmalısan. Çünki artıq kabinet adamına çevriləndə, dibçək çiçəyinə çevriləndə sən artıq oksigen ala bilmirsən, təbiətdən eşini ala bilmirsən. Və ona görə də təbii ki, dövlətə qulluq eləməlisən, vətəndaşların xidmətində durmalısan, insanları qəbul eləməlisən, yaxud da qərarlar qəbul eləməlisən. Amma həyatın digər üzü var. Əgər sənin həyatının digər üzündə idman yoxdursa, sənin həyatının digər üzündə sevgi yoxdursa, insanlarla münasibət yoxdursa, ailə həyatı yoxdursa, övladlarının qayğısı, övladlarına bir xoş söz demək, onunla gəzintiyə çıxmaq, onunla hansısa bir şəkildə şənlənmək deyə bir anlayışın yoxdursa, sən artıq həyatın ən maraqlı bir dövrünü itirmiş olursan və məmurlaşma əslində bu kontekstdə söylənir. Amma mütləq insan həyatının bir 10%-ni hansısa bir iş apara bilər. Amma 90% necə ki su ilə, insan orqanizmində su ilə demək ümumi balans var da, o balansı artıranda da problem olur, azaldanda da problem olur. Ona görə də bu balansı qorumalısan. Mən də ona insanların bir qismi vəzifəyə gedəndən sonra görürsən ki, xarakterlər dəyişir. O qalstuk, o kostyum, o forma daimi dəyişir. O nişan həmişə sanki onun üçün bir tanıtım obrazına çevrilir. Niyə, kim mane olur ki, Fazil müəllim? Bunlar bilirsiniz, insan daimi harda olmağından asılı olmayaraq, hətta bir adada da olsa, hər zaman nəyisə kəşf eləməyə çalışmalıdır. Birinci özünü kəşf eləməyə çalışmalıdır, öz potensialını kəşf eləməlidir. Bizim kimi cəmiyyətlərdə heç kim öz potensialını kəşf edə bilməyibdir. Hər kəs arzuladığı yerdə deyil. Hər kəs sadəcə qarşısına çıxan hansısa bir yolun perspektivini düşünərək onunla irəlilənmiş bir xarakteri özünə qəbul etdirir. Məsələn, deyək ki, mən bəlkə elə özümdən başlayım, mən bəlkə bir yaxşı bir ədəbiyyatşünas olardım, filoloq olardım, amma mən zorən hüquqşünas oldum. Çünki filologiyada bir neçə konkursa düşdüm və yolumu bağladılar hansısa formada. Oradan keçə bilməyəndə, amma digər daha çətin bariyeri rahatlıqla keçdim. Hansısa bir şərtlər uyğun gəldi. Bu deməkdir ki, mən seçimim öz arzularıma görə olan bir seçim olmursa, onda insan öz yerini təbii ki, tapması çətin olur. Belə vəziyyətdə kompensasiya eləməlisən. Kompensasiya arzularını artıq o işindən kənarda həyata keçirmə yolunu düşünməlisən. Və bunu düşündükcə sən artıq özünə qayıda biləsən, özünü kəşf edə biləsən, öz potensialın nədir, onu anlaya biləsən. Ona görə də bu bəlkə sənin iddialarını biraz lazım gəlsə azaldacaq, bəlkə çoxaldacaq. Amma bizdə görürsünüz ki, istedadı olmayan, yaxud da qabiliyyəti olmayan adam
hara təşrif eləyirsənsə, ora dürtülür, orada geri oturur. Hər şey Amma şinaxlar sonra da artıq. özü pis vəziyyətdə qalır Bəli. ki, axı bu auditoriya mənim deyil. Burada həm də nə olsun, postu tutmusan, amma çıxış da eləməlisən, söz deməlisən. Sözün varmı? Yox. Sözün yoxdursa sən hansı, məsələn elə olur ki, adamlar var ki, tutaq ki, hansısa bir sahədə uğur qazana bilmir, amma bir də görürsən ki, mahnı yazır, həccə gedir, gəlir bir poema yazır, şairiyə çevrilir, şairə çevrilir, yaxud da titulları adın qarşısına düzür, Həcü xanım, Məşədi, Kərbalayı. Bu hamısı nəyin hesabına olur? İnsan öz şəxsiyyətini cəmiyyətə olduğu kimi təqdim eləməyə Özünü tapa bilmir də problem bəlkə. yaşayanda Aha. mütləq ona yan demək dopinqlər, yan təsirlər lazımdır, kömək lazımdır. Hansısa Aha. bir elementlər ona biraz obrazını təhrif olunmuş süni intellektlə hazırlanmış formada cəmiyyətə Bərli tanıtmalıdır. bəzəkli tanıdır özünə. Ona görə də bundan məmurlaşma da əslində bunun başqa bir formasıdır. Yəni insan heç bir halda özünü tamamilə bir məmur həyatına həsr eləyə bilməz. Məsələn, bu son vaxtlar artıb və adi REK müdirinə, yəni də adi deyəndə ki, məsələn, REK müdirinin qəbuluna düşmək sanki nazirin qəbuluna düşməyə bənzəyir. Mən indi sosial mediada aktiv olan jurnalistlərdən biriyəm və mən cəmaatın haqlı narazılıqlarını eşidirəm ki, biz məmura yetişə bilmirik, sözümüzü deyə bilmirik və niyə görə həmin o televiziyalarda yayılan sosial verilişlər niyə uğurlu oldu deyə? Çünki yetəri qədər tamaşaçıları var idi, reytinq qazanan veriş. Çünki cəmaat o məmuru tapa bilib dərdini deyə bilmədiyinə görə gəldilər, tutalım Elgizin yanına, Xoşqədəm xanımın yanına, Zaurun yanına ki, gəl sözümüzü deyək, ictimailəşdirək, bəlkə onda səsimizi eşidərlər. Yəni bunu da, bu verilişləri də cəmiyyət özü yetişdirdi. Əgər vaxtında, zamanında gəlib rahat məmura sözünü, dərdini deyə bilsə və bu həllini tapa bilsəydi, bəlkə də heç o verilişlərə də ehtiyac olmayacaqdı. Bu doğru olmayacaqdı. müşahidədir. Məsələn, orada əsas tendensiya iki istiqamətdə gedir də. Bir hüququn bərpa olunması, yaxud da hansısa bir hüququn tanınması, bir də sağlamlığın təmin olunması. Biri normal şəkildə tibb sistemi normal işləyəndə səhiyyə sistemi ilə həll eləyirsən. Da bunu televiziyaya çıxan həkim axtarmırsan, onun hansısa bir şəkildə bir sənə mərhəmətinə həyatını həsr eləmirsən, ona bel bağlamırsan. Bir də hüququn da aşağı səviyyədə qorunursa, məhkəmə sənin hüququnla bağlı doğru, obyektiv qərar verirsə, sən televiziya artıq üst tutmursan. Bu təkcə bizdə deyil. Bu Türkiyənin özündə də sosial verilişlər niyə populyardır? Ona görə ki, evlənən, boşanan, yaxud da hansısa bir şəkildə iş tapa bilməyən, hansısa tərzdə bir cəmiyyətdə uğursuzluğa düçar olmuş insanlar yol axtarırlar ki, mən hansı kəsə yolla çıxım? Televiziya kəsə yoldur. Yəni ki, normal demək yolla gedə bilməyən adamlar kəsə yollar axtarmağa başlayırlar və televiziyada da biraz daha rahat həll olunduğunu düşünürlər və həm də ondan əlavə də həm də dərdini paylaşdığına görə biraz sakitləşirlər. Elə əslində insanların, məmurların qəbuluna gedən vətəndaşların böyük əksəriyyəti də problemin həll olunması ümidi ilə getmirlər. Adam var, adam bir dəfə ərizə yazar da, adam var 20 ərizə yazıb, 30 da şikayət eləyib, problemi həll olunmur. Amma o heç olmasa gəlib hardasa danışanda, həmdərd tapanda, yaxud da fikrini hansısa bir instansiyaya çatdıranda, o gedir biraz rahat yatır. Yəni, kimsə birdən görürsən qonşu ilə dalaşanda, yaxud da kiminlənsə mübahisə eləyəndə, ürəyindən keçən sözləri deyir, deyəndən sonra gəlir rahat danır ki, filan sözü dedim. Söz içlərdə qalanda daha insana böyük ağrılar yaşadı. Bu da problemin kökü. Ona görə də sosial verilişlər bizdə əslində bu formada kütlənin təzyiqi ilə, yaxud da sosial şəbəkələrdə insanların təzyiqi ilə bağlanmamalıdır. Onun biraz maarifçilik yönünü artırmaq lazım idi. Əslində onu saxlamaq lazımdır. Amma biraz maarifçilik istiqamətini gücləndirmək lazımdır ki, insanlar həm hara müraciət eləyəcəyini bilsinlər, həm də insanlar biraz həyat yolunu müəyyən eləyəndə doğru alternativləri tapa bilsinlər. Məsələn, deyək ki, doğru alternativ tapa bilməyən insan, deyək ki, mütləq hansısa bir şəkildə evdə kompromis tapa bilməyəcək, yaxud da vaxtında oxumayan insan ali təhsil ala bilməyəcək, deyək ki, ailə həyatı quranda da müstəqil şəkildə özünü həyatda tutma imkanına sahib olmayacaq. Bizim qadınların böyük əksəriyyəti məhz bu vəziyyətdədir və xüsusilə də regionda olan qadınlar, yaxud da regiondan olub şəhərləşə bilməyən, əyalətdən gəlib Bakıda yaşayan xeyli qadınlarımız var ki, təhsil yox, dünya görüş yox, amma bu həyatın ağırlıqlarına
tab gətirməlidir. Yanında 2 uşağı, 3 uşağı yaşatmalıdır. Yaşatmaq üçün bunun başqa bir demək Yolu da dünya yoxdur. görüşündən Dünya doğan görüşü, bəli. alternativ seçimi yoxdur. Bəli. Və bunlar hamısı ciddi bir problemlərdir. Ona görə də bunu yolunu biz sadəcə sosial demək şəbəkələrdə hansısa bir şəkildə məhdudlaşmaqla yaxud da verilişi ləğv eləməklə çözə bilməyəcək. Verilişin həm də alternativi olmalıdır. Alternativ nədir? Məsələn, deyək ki, əvvəlki vaxtlarda biz də olmuşuq. Düşüncə verilişləridir. Qoy onun auditoriyası az olsun, qoy onun reklamı az olsun. Amma heç olmasa ona baxan bir yüzlərlə adam da nəyisə yaxşı mənada anlayış olaraq qəbul eləyəcək. Bu da xeyirdir. Bu da bir maarifçiliyin növüdür. Amma biz alternativ verilişləri də müəyyən dərəcədə bazara çıxarmırıq. Eyni zamanda kütlənin marağında olan, izlədiyi verilişlərdə də maarifçilik xəttini tələb eləmirik. Bütövlükdə verilişi dayandırırıq, insanı öz evinə, öz içinə qapadırıq. Bu daha təhlükəli bir mühitin formalaşmasına gətirir. Razıyam. Fazil müəllim, məmurdan əli üzülən vətəndaş ümid yeri həm də deputat bilir. Elə bilir ki, millət vəkili çox səlahiyyətlərə malikdir. Və məsələ ondadır ki, Milli Məclisdə də danışan və dərdi deyən deputat azdır. Bax, siz populyar millət vəkilisiniz. Cəmaət üçün əlçatansınız. Hamının, sanki mən bunu yeni vətəndaş olaraq deyirəm, amma hamının düşüncəsində bu var ki, problem olsa, məsələn, 2-3 deputat adı çəkilirsə, onlardan biri də sizsiniz. Fazil bəyə desək, bəlkə həll olunar, bəlkə səsimizi çatdıracaq. Amma qalan, yerdə qalanın, məsələn, çox faizi demək olar ki, susurlar. Və yaxud da elə sanki eyni şeyləri də, yəni elə bir-birinə bənzər, eyni kontekstdə çıxışlar. Mahiyyətcə belədir. Məsələn, deyək ki, deputatların qəbul imkanları daha elastikdir və daha genişdir. Edə biləcəyi iş imkanları nə qədərdir? Həftədə 2-3 dəfə həm qəbul edirəm, həm də komitə sədri kimi mən Milli Məclisdə ayrıca qəbul keçirirəm. Və belə bir vəziyyətdə vətəndaş, məmura əli çatmayan vətəndaş sanki o məktubun aparıb o idarənin poçt qutusuna salar və yaxud da elektron qaydada ora göndərə, o mütləq Novruzəli kimi bir çoxları gözləməlidir ki, məktub həqiqətən getdi, getmədi. Ünvana çatacaq, çatmayacaq. Amma millət vəkilinə müraciət edən insan biraz arxayınlaşır ki, mənim məktubumu həm də elə bir ki, əlavə ora imzanı da qoyub, deputatın imzası ilə getdiyinə görə buna daha ciddi yanaşacaqlar. Əslində burada bir haqlı bir düşüncə də var. Çünki vətəndaşa olan münasibətdən daha çox qanunvericiliyin imkan verdiyi, tələb elədiyi müəyyən bir prosedurlar var. Deputatın göndərdiyi hər hansı bir sorğuya, hər hansı bir ərziyə, şikayətə operativ cavab verilməlidir, yazılı cavab verilməlidir. Və hər məktubun da altında biz yazırıq ki, bizə və şikayətçiyə cavab verməyinizi xahiş edirik. Yəni, bu önəmlidir ki, həm bizə o eyni məktub gəlir, həm şikayətçiyə məktub gəlir. Amma burada əsas məsələ problemlərin həll olunmasında çətinliklərdir. Çətinliklər də əslində deputatın da kifayət qədər səlahiyyəti var. Söhbət qurumlardan gedir. Məsələn, deyək ki, bizdə olan bir çox fəaliyyət sahələri ən yaxın ölkələrdə, İranda, Türkiyədə, başqa yerlərdə hamısında bələdiyyələrə aiddir. Bələdiyyə yerli yükü tamamilə götürmüş vəziyyətdədir. Artıq yerdə hansısa bir su, kanalizasiya, nə bilim, işıq, qaz, hansısa bir problem varsa, nəqliyyat problemi varsa, o artıq millət vəkilinin probleminə çevrilmir. Məsələn, Türkiyədə millət vəkilinin probleminə ancaq çevrilir ki, gəlib işlə təmin olunma, hansısa bir şəkildə bir parkaşma, hansısa bir, deyək ki, sıxışdırma varsa, yaxud da hüquqsuzluq varsa, bununla bağlı müraciət olunur. Amma qalan məsələlər artıq, heç millət vəkili artıq orada böyük bir rol oynamır. Bələdiyyələr bu funksiyanı yerinə götürüblər. Amma bizdə bələdiyyələrin nə işi var? Bizdə də bələdiyyələr ümumiyyətlə daha güclü orqanizmə çevrilə bilmədi. Yox kimi bir qurumdur. Və yox kimi bir quruma çevrildi və bu da öz təsirini göstərir. Vətəndaş problemini lokal səviyyədə həll etmək olduqca vacibdir və həm də siz diqqət eləyirsinizsə, bizdə məsələn parlament seçkilərində hər bir demək dairədən heç olmasa 20-30 nəfər namizədliyin irəli sürür. İndi bunun keçəni, qeydə alınanı olsun 13-15. Bunların xeyli hissəsi lokal liderlərdir. Bunlar Azərbaycan masştabında hansısa bir funksiyanı, yaxud da hansısa bir çıxış edəcək, yaxud da hansısa bir mövqeyi təqdim eləyəcək
potensiala bəzən sahib olmur. Amma bunlar bələdiyyədə bu potensialı göstərə bilmədiyinə görə yerli özünü idarədə bunlar daha çox bunu heç olmasa daha yuxarı instansiyada göstərmə niyyətini yaxud da ümidini daşıyırlar. Halbuki biz imkan yaratmalıyıq. Bu cür passionar, enerjili insanlar yerlərdə, məsələn, məhəllədə çox təhsili olmayan, amma çox ağıllı bir qadın var. Məhəllə hamısı onun sözü ilə hərəkət eləyir. Yas məclisi keçir, nə bilim, məhəllənin bütün işinə yarayır. Məhəllədə bir ağsaqqal bir adam var. Bütün problem olanda o çözməyə çalışır. Vəssalam, bu elə bələdiyyə üzvü olmalıdır da. Bu artıq yerli problemi həll eləyən, enerjili, passionar insanları biz lokal bir səviyyədə problemlərin həllinə yönəltməliyik. Bu yönəldəndə artıq hansısa bir şəkildə bir məhəllədə bir haransa su basması, haransa kanalizasiya daşması, haransa suyunun kəsilməsi problemi qalmır. Yaşadığınız ünvanın bələdiyyə sədrini tanıyırsınız, Fazil müəllim, özünüz, siz? Bələdiyyə sədrini tanıyıram, çünki amma mən tanımıram. Biz Zabratda, bələdiyyə də bizə yaxındır, həm də bu prosesin, indi mən konkret seçki prosesinin içində olduğuna görə, dairədə, məntəqələrdə nümayəndələrimiz olduğuna görə, bələdiyyədə nümayəndələrimiz olduğuna görə siz tanıyırsınız, maraqlı tərəf kimi tanıyıram. Vətəndaşlar nə qədər tanıyırlar bələdiyyə sədrini? Mən bir vətəndaş olaraq heç mən bilmirəm ki, bizim bələdiyyə sədrimiz kimdir. Bilmirəm ki, görünmür, yoxdur, üzdə gözdə. Etiraf eləyək ki, tanınmır. Ancaq demək, hansısa bir icarə haqqı yığanda, hansısa bir vəsait toplananda bələdiyyədən gələn sənəd əsasında bilirsən ki, bunu ödəmək lazımdır. Amma bu əslində bundan sonraki ümid eləyək ki, bələdiyyələrin canlandığı bir tarix olacaq və biz artıq yerli problemləri, indi son hadisələr də göstərdi, müəyyən dərəcədə bu yağışlı şərait, qarlı şərait, onda artıq bu funksiyalar mərkəzləşmiş qaydada çözülməsi vacib olan funksiyalara çevrilməyəcəklər. Artıq yerlərdə həll olunacaq. Nəqliyyat məsələsi. Məsələn, nəqliyyat məsələsi əslində bələdiyyənin demək, ümdə vəzifəsidir və bunu da həyata keçirməyə onun səlahiyyəti çatır, həm də pulu olur. İndi siz təsəvvür edin ki, bizim İstanbul bələdiyyəsinin yaxud da Ankara bələdiyyəsinin büdcəsi Azərbaycan büdcəsindən hardasa demək çox səviyyədədir. Yəni bu iş görə biləcək imkana sahibdir. Demək, biz belə bir mexanizmi işə sala bilsək, məncə yerlərdə o problemlər azalacaq, vətəndaşın da o narazılığı ortadan qalxacaq. Qurumlarla bağlı söylədiniz, çox ciddi, biz jurnalistlər də olaraq ciddi problem yaşayırıq. Əvvəla mətbuat, İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri adlanır da, mətbuat katibliyi. Çox çətinliklə əlaqə yaratmaq olur. Əgər bu vəzifənin işi mətbuatla əlaqə deyilsə, niyə o vəzifə var, niyə üçün o iş var? Jurnalist olaraq biz ümumiyyətlə demək olar ki, çox mətbuat xidmətləri ilə əlaqə qura bilmirik və əlaqə qurduqda da çox quru və bizə lazım olan informasiyanı demək olar ki, ala bilmirik. Əzbərlənmiş şablon ya yazı göndərərlər, ya da əzbərlənmiş bir formada telefonla sənə məlumat verə bilərlər. Bu ayrı bir problemdir jurnalist. İndi təsəvvür edin ki, vətəndaşlarda necə? Və ikinci məsələ, bir vətəndaş icra başçısı rəhbərinə çıxa bilmir. Çox çətinliklə çıxır. İndi görüş günləri falan. Müavinlərə çıxmaq çox çətindir. Yerdə qalan kiçik məmurlar hələ bu ayrı məsələ. Deputatların özlərinin nazirliklərlə, qurumlarla münasibətləri necədir? Bu deputatın şəxsi nüfuzuna bağlı münasibətin yaranmasına gətirib çıxarır Fazil bəy. Deyək ki, Fazil Mustafa nüfuzlu bir millət vəkilidir. Digərinin ümumiyyətlə eləsi var ki, heç biz tanımırıq və onlar ümumiyyətlə heç bir nazirə, nazirliyə, digər bir dövlət qurumuna çıxa bilmirlər. Bu da bir problemdir. Bundan bağlı şikayətləri dəfələrlə görmüşük və ümumiyyətlə sanki nazirlər, nazirliklər deputatlarla aralarında bir sərhəd yaradıblar. Bu şəxsi münasibətə və nüfuza əsaslanmadığı təqdirdə artıq hətta deputatları belə demək olar saymırlar, çox kobud səslənsə də. Məncə belə bir tendensiya yoxdur. Nə baxımdan deyirəm? Burada şəxsi nüfuz təbii ki, rol oynayır və kimin məktub yazması, kimin telefon açması öz təsirini göstərir. Çünki bu bütün cəmiyyətlərdə belədir. Amma bu status olaraq deputatın hansısa bir çağırışına, hansısa bir müraciətinə hörmətsiz yanaşan, yaxud da diqqətsiz yanaşan bir məmur tapmaq çox çətin olar. Yəni, çünki hamısı cavab verirlər. Amma problemi həll etmə məsələsində, onun həll olunması məsələsində əslində narahatçılıq var. Çünki sən yazdın, sənə də cavab verirlər ki, bu mümkün deyil. Vətəndaşın problemi həll olunmadı. Vətəndaş növbəti dəfə sənin yanına gəlir. Bizi maraqlandıran kiminsə mənə diqqət göstərməsi deyil. Mənə maraqlandıran odur ki, konkret vətəndaşın problemini həll etsin.
Yəni bu artıq ikinci dəfə vətəndaş dönüb eyni mövzu ilə bağlı deputata müraciət eləməz. Məsələn, məhkəmə proseduru belədir. Məhkəmədə bir məsələ ilə bağlı qərar çıxarılıbsa, həmən məsələ ilə bağlı artıq ikinci dəfə məhkəməyə müraciət eləyə bilməzsən. O qərar çıxarılmayacaq. Ondan törəyən başqa məsələləri qata bilərsən ora. Amma konkret o məsələdə artıq qərar varsa, o qərar əsas götürülür. Amma bizim müraciətlərə seçici elə baxmır. 10 dəfə də gələcəkdir, 15 dəfə də gələcək. Həm də biraz da o siz dediyiniz kimi biraz cəmiyyətdə tanınan insan olanda daha çox öz bölgəndən olan seçicilərin gəlmirlər. Başqa rayonlardan, başqa bölgələr, hətta elə olur ki, rayonlardan məsələn qəbul vaxtını soruşurlar. Mən onlara telefonların da köməkçimə deyirəm, xahiş edirəm, zəng vurur ki, siz gəlməyin, əziyyət çəkməyin. Məsələn, Gədəbəydən durub bura niyə gələsiniz? Yaxud da deyək ki, Bərdədən durub bura, Tərtərdən durub bura niyə gələsiniz ki? Elektron qaydada izah eləyirik, hansı formada siz yazın, narahat olmayın, biz elektron məktubunuzu da alırıq və onu da lazımi səviyyədə dəyərləndiririk, göndəririk və ondan da o da hüquqi sənəd sayılır. Heç bir narahatçılıq olmaz. Onlar ona güvənmirlər bəzən ki, elektron qaydada göndərsəm itibata düşəcək, düşməyəcək. Yəni bunlar hamısı bir gerçəklik. Amma məsələn mən öz rayonumuzla bağlı deyə bilərəm. Məsələn Sabunçu rayonunda hər həftə səyyar qəbullar keçirilir. İcra başçısı Adil Vəliyev özü gedir. Bütün kəndlərdə, qəsəbələrdə səyyar qəbullar keçirilir. Elə bir vətəndaş yoxdur ki, gəlsin, məsələn, icra ilə bağlı problemdir. Yolumuz pis gündədir, Fazil bəy. Mən yaşayıram orada. Yola icra hakimiyyəti baxmır ki. Bilirsiniz, mən sizə bir şey deyim. Baxı, bu hədsiz mərkəzləşmə, mən öncə də dedim, bu bələdiyyənin statusunda olsaydı, 100 dənə məhəllədə mən də görürəm ki, yol bərbaddır. Bələdiyyə deyirsən, bələdiyyənin pulu yox. İcra hakimiyyətinə bu istiqamətdə fond yox. Bunu mərkəzləşmiş qaydada Azəravtoyol servis. Biz də nə edirik? Biz ora müraciət eləyirik. Onlar da növbəyə qoyurlar. Məsələn, filan küçə, filan əsas küçələri asfaltlayırlar. Növbəyə qoyurlar ki, məsələn, Bakıxanov qəsəbəsində filan massivdə asfalt örtüyü dəyişməlidir, yeni asfalt vurulmalıdır. Onu məsələn biz arzulayarıq ki, bir aya vurulsun. Amma elə olur ki, bir il çəkir. Amma bu icranın səlahiyyətində olan məsələ olsa, operativ, bəzən olur icra da öz fondunda hansısa bir bələdiyyənin gəlirlərindən hansı imkan yaranır, dərhal həmən imkanı asfalt vurmağa yönəldir, yaxud da bir işıqlandırmaya, hansısa bir sahənin nöqsan olan, yaxud da boşluq olan sahənin düzəlməsinə yönəldir. Fazil bəy, illərdir yaşayıram, mən elə gəlir ki, nə bələdiyyə, nə icra hakimiyyəti heç bir zaman maraqlanmıyıb. Yəni bu şəxsi mənim getmir, o məhəllədə yüzlərlə insan yaşayır da. O qədər bərbaddır ki, artıq evə girib çıxmaq mümkün deyil. Maraqlanmaq nədir? Mən sizin bax məhəllənin problemi ilə maraqlanım. Siz mənə deyəsiniz ki, yox, siz mənə deyəsiniz ki, bura asfalt yoxdur, yağış yağanda bura palçıq olur. Mən deyəcəm ki, başa düşdüm, mən Azəravtoyol servisə xahiş eləyəcəm, yazacağam və deyəcəm ki, vətəndaşın bu problemi həll elə. Artıq məndən də məsələ çıxır, ümid qalır ona. Yəni mərkəzləşmənin problemidir. Bu, siz diqqət eləyirsiniz də, məsələn, bir Bakı şəhəri biz dəfələrlə tələb eləyirik, təklif eləyirik. Bakıda böyük şəhər bələdiyyəsi yaradılmalıdır. Bu qədər böyük 4 milyonluq şəhərdə bilirsiniz, təkcə icra hakimiyyətinin üzərinə bu yükü qoymaq olmaz. Bələdiyyə bölgələrin, deyək ki, böyük şəhər bələdiyyəsi formalaşır, yaxşı bir büdcəsi yaranır, özünün iş görmə imkanı yaranır. Onda artıq bələdiyyə özü gəlib sizi evinizdən, məhəllənizdən çıxaracaq ki, gelin 3 gün başqa yerdə qalın, buranı biz asfaltlayaq, bura keçid eləməyik. Ümid eləyək ki, olacaq Fazil bəy. Onu biz də ümid eləyək. Amma demək istədiyim o ki, idarə etmədə çevik bir model tapmasaq. İndi əslində Azərbaycan kimi ölkədə biraz axtarış var. Bax, görürsünüz, icra nümayəndələri var, oradan demək, xüsusi nümayəndələr təyin olundu. Onların indi fəaliyyətinin necə olacağı eksperiment kimi baxılır ki, gələcəkdə ya icra nümayəndəsi qalacaq, ya xüsusi prezidentin xüsusi nümayəndəliyinə hamısı çevriləcək. Yaxud da məsələn regionların birləşməsi məsələsi var. Məsələn bizdə rayonların özünün də çevik idarə etmək üçün birləşməsinə ehtiyac var. İndi təsəvvür eləyin ki, məsələn vergilərin, gömrük, hər sahənin, maliyyə filan hamısının regional idarələri var. Təhsildə filan da yaradıldı, nəqliyyatda. Regional idarə yaranıbdır. Məsələn bir rayonda olan regional idarə 10 rayona baxır. Artıq bu 10 rayona bir idarə baxırsa, demək bu 10 rayonu artıq bir yerə cəmləyib çevik idarə etmə, məmur sayını azaltmaq lazımdır.
idarə edici sahəni azaltmaq lazımdır və bunu idarə etməni vətəndaşın təşəbbüskarlığının əsas orqanizmi olan bələdiyyə buraxmaq lazımdır. Belə halda onda görəsiniz ki, bizim bilirsiniz nəyə oxşuyur bu Sumqayıtda uzun illər demək bu zəhərli zavodda işləyib 20 il ev növbəsi gözləyən adama bənzəyirik biz. Demək ömrümü qoyursan ki, orada bir növbədə bir 20 ildə ev alasan. Sonra bu kapitalizm gəldi. Baxdın ki, biraz ora-bura çevik hərəkət elədin, oradan taxta vurdun, buradan şalban vurdun, oradan armatur gətirdin. Bir 2 aya varlandın. Varanan kimi getdin bir Yasamalda, Sabunçuda bir dənə ev aldın. Gördün ki, 20 ili bu ev almağa həsr eləməli ömrün dəyəri olmaz da. Bir ev almaq üçün ömrü 20 ilə həsr eləməzlər. Yaxud da indi ipoteka falan biraz şərtlər yüngülləşsə, təbii ki, şərtlər arzu olunan deyil, mən də bəyənmirəm. Amma söhbət ondan gedir ki, bu yüngülləşsə artıq, baxarsan ki, bizim bu faciə kimi, ağır bir proses kimi baxdığımız məsələlər cüzi, sadə bir məsələdir. Elə ali məktəbə girmək kimi də testdir. Əvvəllər hazırlaşırdın, 4 imtahan, fəlakətli bir çətinliklə filanla gəldin, Bakıda yer tapdın, qəbul oldun. İndi oturmuşsan evində, Naxçıvanda testdən imtahan verirsən, istənilən universitetə həmən balı topladın, gəlib girirsən. Yaxud da məsələn Bakıda girdin testdə, bir dəfə bir günü həsr elədin. Ta 20 gün orada imtahanda əzab çəkmirsən. Yəni asanlaşıb deyirsiniz. Əlbəttə, o şeylər ki, əslində dünyada asandır, biz özümüz mürəkkəbləşdirmişik. Bunu rahat mürəkkəbliyini götürsək, mərkəzləşməni götürsək, məsələn, hər məmura səlahiyyət verirsən 5 sahə, 10 sahə, 20 sahə, baxırsan ki, bu bilirsiniz nəyə oxşuyur? Elə ki, bir dənə adam 10 dənə ictimai vəzifə götürür. Sonra baxırsan ki, bu kabinetə girməyə, indi biz məsələn, mən partiya sədriyəm, Milli Məclis Komitə sədriyəm, Əf Komissiyasının da üzvüyəm. Məsələn, mənim partiya artıq getməyimdə həftədə mən əvvəl gedərdim 5 gün, indi 3 gün gedə bilirəm. Demək, partiya həyatına mən özümü istədiyim səviyyədə həsr edə bilmirəm. Çünki başqa bir vəzifəm var, başqa bir işim var. İndi bu insanların bu mərkəzləşmiş qaydada vəzifə çoxaltmağı biraz dəyişməliyik və imkan verməliyik ki, daha çox insanlar məsuliyyət, səlahiyyət sahibi olsunlar və onlar da iş görməyə bacarsınlar. Ona görə də mən hətta icra hakimiyyətlərindən indi dəfələrlə söyləyirəm ki, indi məsələn müəyyən müddətdə səlahiyyətləri alınır. İcra hakimiyyəti məktəbə qarşılanmır, səhiyyə qarşılanmır. İcra hakimiyyəti su təsərrüfatına qarşılanmır, heç kimi təyin eləmir, heç kimdən rəyində soruşan yox. Heç bir, ancaq koordinasiya eləyir qurumların fəaliyyətini. Necə Türkiyədə valilik qurumların fəaliyyətini koordinasiya eləyir. İndi də orada da bələdiyyə təsərrüfat işlərini götürür. Biz ya bu modelə keçməliyik, icra hakimiyyəti olsun bir hansısa valilik modelində qurumları koordinasiya eləsin. Qalan amma təsərrüfatı kimsə eləməlidir. Biz həm təsərrüfatı icra hakimiyyətlərinin demək səlahiyyətindən götürmüşük. Bələdiyyənin səlahiyyəti yox. İcranın səlahiyyətləri çox belə demək, hamısı mərkəzləşmiş qaydada olanda bu çətinliklər olur. O zaman hər iki qurumdan biri qalması. Tamamilə, yox, iki qurum fərqlidir. Demək, biri özünü idarədir, biri xalqın özünü idarə modelini bələdiyyə formasında həyata keçirir. Bu siyasi qurum deyil. Edə bilmirlər. Edə bilmirlər, ona görə ki, səlahiyyətlərini biz müəyyən dərəcədə azaltmışıq. Bələdiyyənin tutaq ki, möhürünün elə bir əhəmiyyəti yoxdur. Torpaqdır, bələdiyyə möhürü vurubdur, deyirlər ki, bu əsas deyil. İşə yaramır. İndi ona görə də biz elə eləməliyik ki, birinci adamın möhürü qəbul olunmalıdır. Bizdə axı belədir də, birinci möhürü tanımalıdırlar. O Kərbəlayı İsmail deməli ki, möhür tanınmalıdır, sonra artıq Sovet hökuməti qurula bilər də. Hökumət möhürdən təkcə ibarət deyil, amma həm də möhürdən ibarət. Bayaq ev məsələsinə toxundunuz. O qədər bəzən gəlir, yenə deyirəm, sosial media insanların həm də daha çox azad platformasıdır da rahat. Bizdə gənc işləyirsə əgər rahat, orta statistik belə deyək də gənc, orta maaş alan gənc rahat ev ala bilirmi? İpoteka məsələsində çünki şərtlər o qədər açıq sizə deyim ki, ipoteka şərtləri, bank kreditləri arzu olunan səviyyədə deyil. Yəni 8% mütləq buna bir əncam çəkməliyik. Çünki vətəndaşın birinci növbədə məsələn bu demoqrafik vəziyyət çox acınacaqlı bir şəraitə gətirib çıxara bilər bizi. Hələ ki o
həyəcan salmağa əsas yoxdur, amma ciddi problemlər Faiz yaranmaqdadır. çox üzr istəyirəm. Yaxınım Hə. ipoteka götürüb də Hə. 1500 manat ayda ipoteka ödəyir və biz cədvələ baxırıq. 200 manat deməli əsas borcdan gedirsə, yerdə qalan 1000 neçə manatsa, Hə. deməli bu faizdir və bu adam 25 il təsəvvür edin gəlib 65 yaşa qədərdir də. 65 yaşa qədər bu adam elə banka bu Banka qədər faiz. pul Belə bir ödəmir. bankda kimisə adam öhdəçiliyə götürüb onun aylıq maaşını və artıqlamasıca ya 1500-1200 manat artıqlamasıca faiz verir. Bu və illərlə adam pul ödəyib və bəlli olub ki, bu qədər borcdan cəmi 30 min pul ödəyib. Bunu niyə Xeyli adam bunun sonra əziyyətini çəkir. Aha. Bizim də çevrədə, seçkilərin məsələni içində niyə belə qabaqmırıq insanlar biz? var. Aha. Və bu mütləq bu faizlər azalmalıdır. Biz necə məsələn hakimlər üçün, başqaları üçün 4%-ə endirildi və bu imtiyazı biz bütövlükdə gənclik kateqoriyasında olan insanlara tətbiq eləməliyik. Amma 4%-də də cəmi 100 min sənə pul verirlər. 100 minə ev heç bir yerdə Bakı şəhərində Heç bir yoxdur. Amma almaq o mümkün da deyil, doğru. reallıq. Amma bütövlükdə biz yəni bu imkan yaratma, bu təkcə deyək ki, ipoteka götürən problemi deyil. Kredit götürən sahibkarın da problemidir. Məsələn, biz əslində bu kapitalist cəmiyyətində sahibkarlığın inkişafı məsələsinə biraz daha ciddi yanaşsaq, bu problemlərin çoxu özlüyündən həll olacaqdır. Yəni sahibkar bazarda öz mövqeyini möhkəmlətmək üçün mütləq həm lazım tələbata uyğun olaraq tikinti binalar tikəcəklər və orada da insanların qiyməti elə şəkildə eləyəcək ki, satılsın ki, yeni bir perspektivdə öz biznesini davam etdirsin. Bunu bir çox ölkələrdə təcrübədən keçmiş bir vəziyyətdir. İndi biz sahibkara da o krediti verə bilmirik. Yəni ona görə də biz bu ipoteka məsələsinə ciddi yanaşmalıyıq və çox sayda insanlar məhz evlənə bilmir, məhz bu səbəbə görə. Çox sayda insanların həm də biraz da zamanı keçidəndən sonra artıq onun ailə qurmaq istəyi də fərqli olur. Və bu həm də ki, məsələn, bunu qadınlar üçün biraz əlçatan eləmək lazımdır ki, bir çox qadınlar, məsələn, ən böyük arzusu özünün müstəqil evinin olmasıdır. Demək, həyat yoldaşı da yoxsul oldusa, özü də yoxsul oldusa, bu kiminsə demək, himayəsində yaşamalıdır. Bu himayədə yaşamaq özü də insan şəxsiyyəti üçün ağır bir sürəcdir, ağır bir prosesdir və o baxımdan da biz bu kredit şərtlərini birinci növbədə qaydaya salmalıyıq. İmkan verməliyik ki, hələ bank olmayan kredit təşkilatları öz istədiyi faizlə kredit verir. Biz yaratmışıq alternativlər ki, heç olmasa oradan müəyyən dərəcədə rahatlıq lazım. Faizlər orada daha çox demək, dövlətin pay sahibi olduğu banklardan daha yüksək səviyyədədir. Ona görə də yəni bunlar yenə mənim yanaşmam odur ki, biz biraz liberallaşmaya getməyə çalışmalıyıq. Yəni iqtisadiyyatda liberallaşma olsa, bir çox məsələlər qurumların yenidən demək dəyişimi formasında, qurumların yenidən formalaşması şəklində bu xırda problemlərin həllini çözmək mümkün olacaqdır. Yəni ona doğru ciddi islahatlar aparmağa ehtiyac var. Fazil bəy, son statusunuzu gördüm Facebook səhifəsində. Facebook yenə deyirəm də azad bir meydandır və daha çox əlçatan bir yerdir həm də. Yas mərasimləri ilə bağlı da toxunacağam. Çünki yas mərasimləri ilə bağlı sizin fikrinizi çox bəyəndim ki, yəni bizdə yas mədəniyyəti yox, yas mədəniyyətsizliyi var. Yas mərasimində qarın doyuzdurma prosesindən təmizlənmək lazımdır. Və doğrudan da özünə ev ala bilməyən gənc, mən sadəcə düşünürəm və bu qədər ağır şərtlər, ipoteka olsun, maaş, yəni çatmır falan və s. Amma elə bir yas mərasimi verilir ki, baxırsan ki, az qala məclisdə quş südündən beləsinə var. Yəni və yaxud bahalı başdaşıları və s. adamlar kreditə girir, illərlə kredit verirlər ki, atasına mərmərdən başdaşı qoyduracaq və s. Bax siz birbaşa dini qurumlar üzrə, yəni komitə sədrisiniz də. Bu məsələ ilə bağlı yəni bəzi qanunlar da kağız üzərində qalır. Yəni bu məsələni bəlkə biraz abardıb, daha biraz indi deyəcəklər insan haqqına girməkdir. İndi atasına kimsə bahalı yas vermək istəyirsə biz ona necə qadağa qoyaq? Amma hər halda yox, bu əslində insan haqqını elə insanlara aydınlatmaqdır. İnsan haqqı nə deməkdir? İnsan haqqı insanın vəziyyətinin yüngülləşdirilməsi deməkdir, asanlaşdırılması deməkdir. İnsanı başa düşmək deməkdir. Bu axı bizim bu mərasimlər insanın başa düşülməsinə imkan vermir. Toyu başa düşdüm, toyda
müəyyən dərəcədə şadlıq evlərinin monopoliyası var. Burada eləməsən, biraz da hansısa bir tədbir keçirməsən, cəmiyyətin münasibətini həmişə baxırsan da, cəmiyyətin özündə də dünya görüş axı yetərli deyil. Hamı narazılıq eləyir, amma hamı eyni tələb eləyir ki, məsələn, bu 6-7 növ yeməyi, 10 növ yeməyi heç bir ölkədə, heç bir yerdə bir insana saat 6-dan sonra yedirtmirlər. Yəni bu, amma orada iki növ yeməyi çəlməsən, sonra görərsiniz ki, qadınlar yığışıb ya bir yerdə qeybət edirlər ki, yaxşı plov vermədilər. Yəni toy yaddan çıxır, əsas orada yemək içmək, kişilər yaxşı araq vermədilər. Bu bir müzakirəsi gedir. İndi yaslar məsələsində baxın, bir Malakan, Azərbaycanda hansı xalqlar yaşayıblar? Malakanlar, deyək ki, Almanlar. Bu iki xalqı götürürəm. İki xalqın yaşadığı mühitdə yaratdıqlarına siz diqqət eləyin. Çünki bunların birinci növbədə hər bir xalqın önəmli olan icma mədəniyyətidir. İcma mədəniyyəti bizdə yoxdur. Xüsusilə də bu son, deyək ki, müstəqillik dövründən sonra o kollektivçilik şuurundan yaxşı ki, qurtardıq, amma həm də müəyyən dərəcədə onun fəsadlarını yaşayırıq. İnsanlar fərdiləşəndə daha çox icma yaratmağa maraqlı olurlar. Bizdə isə fərdiləşən insan daha çox feodal qalası arxasında gizlənməyə. Bizdə görürsünüz, bütün evlər feodal qəsridir. Hamı qəsrin arxasında gizlənir. Heç kim çölə Alman kimi bir dənə taxta vurub çəpər çəkmir. Bu nədən deməkdir? İnsan özünü gizlətməkdən xoşbəxtlik tapır. Amma məsələn, indi kəndlərdə artıq bu tendensiya gedir, kənddə də indi yaşayan azalıbdır. 30 nəfər bir yerə yığışır, deyir ki, gəlin biz öz işimizi asanlaşdıraq da. Nə ehtiyac var buna? Kasıb adamdır, ölüsü ölüb, bunun 3 uşağı qalıb. Və əgər biz buna kömək eləmək istəyiriksə, bunun evində niyə yeyib yeməyimizi yeyək? Elə 5-10 manat pul yığaq, kənd cəmaatı. Verək o uşağına bir şeylər, atası ölüb, işləyən evin sahibi yoxdur artıq. Heç olmasa bu keçid mərhələsini bu adamlar rahat keçə bilsinlər. Amma onu bir həftə sən yükləyirsən, evində sonuncu inəyin də kəsir, kənd yerində filan da, şəhərdə də gətirirsən, hamını doldurursan, ya bir çay verdin, getdi də. Heç kim aclığından ora gəlmir ki. 5-10 nəfər ac adam olsun, gəlsin. Uzaqdan gələn üçün də yanında bir kafedə bir yer tap, denən ki, ora 10 nəfər göndərəcəm, orada bir şişə çörək ver. Ya bu, bilirsiniz nədir? İcma mədəniyyətinin olmamasından qaynaqlanır. Öz xeyrinə qərar çıxardan və bunu da din adı ilə çox vaxt elə. Bu da dinimizdə də yoxdur. Dinimiz sadə, heç ümumiyyətlə bu cür mərasimlərin İslam dininə aid yox. Bu Moltanı dininin bir şeyidir, məhsuludur. Bu İslam dinində belə bir şey yoxdur. İslam dinində 7, 40, 1 il, 5 il belə şeylər yoxdur. Belə ehsan verilməsi yoxdur. İnsanı öləndən sonra buraxırsan, Allaha həvalə eləyirsən. Allah onu artıq cənnətə salacaq, cəhənnəmə salacaq. Buraxırsan ora öz əməlləri ilə, əməllərini sən yaşadırsan, xatirələrini yaşadırsan. Amma xatirələrini mütləq o daşa bəzək vurmaqla yaşatmalısan. Mütləq o qəbirstanlığı o boyda xərc çəkib yaşatmalısan. 4-5 min deyə mərmərdə. Bəs bu xəstəlikdir. Bunu kim tələb edir? Burada tələb edilən nədir? Tələb edilən başqasının düşüncəsidir. Bizdə axı insan həyatını, evini, universitetə daxil olmasını, hamısını başqasının acığını eləyir. Başqasına göstərmək üçün eləyir ki, mən səndən forma olaraq səndən biraz irəlidəyəm. Səndən fərqliyəm. Amma daxili zənginliyi olan insan üçün bunların heç bir əhəmiyyəti yoxdur. İnsan nə ilə fəxr? İndi mən söylədim, insan evində ən bahalı vazalar da qoya bilər, amma evində gözəl bir kitabxana da yarada bilər. Deyər ki, bu vazanı axı 5 dəfə gəldim, baxdın. İnsanın yaddaşında nə həkk olunacaqdır? Amma kitab baxanda gəlib bir dənə varaqlayarsan, görərsən nədir? Bir musiqi demək aləti qoyur. Kimsə gəlib orada nəsə çalacaq, bir zövqü insan zənginləşəcəkdir. Demək istədiyim nədir? Bunlar hamısı bu icma mədəniyyəti ilə bağlı həm də dünya görüşün və yeni dövrə bizim vətəndaş hazırlamamağımızın, təhsil sistemimizin yaratdığı bir faciədir. Yəni bizim təhsil sistemimizdə cəmiyyət həyatına artıq atılmağa hazır şəxsiyyət yetişməz. Çünki təhsil təkcə test deyil və təhsilin özündə hədəfi nədir? Təhsilin hədəfi ali məktəbə girməkdir. Hansı anormal mühitdə ali məktəbə girmək təhsilin hədəfidir?
Təhsilin hədəfi insan yetişdirməkdir, qabiliyyətli insan yetişdirməkdir. Bunun peşə Almaniyada görün bir nəfər universitetdə bu qədər hazırlığa gedən uşaq taparsınız. Hamı məktəbə gedir. Bəli. Məktəbdə peşə məktəbi bir sahəni seçir, bir peşəni öyrənir. Yəni bir dənə Mercedes öyrənir, da Volvo-nu öyrənmir. Bilir ki, Mercedes özü bir dəryadır da. İndi bizdə məsələn hərbidə ən aşağı baldan hərbiyə daxil o. Ən çətin elm sahəsi hərbidir. Hərbidir, bəli. Siz taktiki hazırlıq, Bizdə aşağı balına hərbi keçirlər. topoqrafiya, bu elmdir, fizika, kimya, atəş nöqtələrini, atəş məsafəsi. Bunlar hamısı riyaziyyatdır, çertyojdur, xəritədir, coğrafiyadır. Niyə belə Amma ən eləyiblər? aşağı bal. Bu nə deməkdir ki, hərbidir siz demiş. Bilirsiniz nədir? Bu Aha. deməkdir ki, biz hamını elə bir ki, bir yerdə sement tapanmırıq. Elə qumdur, nə var yanımızda oranın daşın altına qoyuruq ki, eyb yox, tək meydan boşalsın, rahat olsun. Heç kim öz yerini ona görə cəmiyyətdə tapa bilmir. Heç kim öz yerini tapa bilməyəndə hamı şair olur, hamı yazıçı olur, hamı musiqisi olur. Təhsillə bağlı Vəzifəyə çıxışlar keçən adam eləmişsiniz. musiqi bəstələyir, vəzifəyə keçən adam roman yazır. Yəni bu artıq buna gətirib çıxardır da. Ona görə də əsl yazıçı da orada gözləyir ki, Yazıçılar İttifaqı nə vaxt ev verəcək, orada gedib qalacaq. Düşmən olurlar. Yazıçılar İttifaqında da ev filan kəsə Yazıçılar verirlər də deyir. İttifaqında da yazıq neynəsin? Baxır ki, bu qədər yazıçı bunu indi tənzimləmək də çox çətindir. İndi orada da indi bəzən də yaxın çevrədə də insanlar sıxışdırır ki, onlar da indi 20 il gəlib orada. Hamını razı salmaq mümkün deyil də, aydın məsələdir. Amma hamında baxırsan ki, o yazıçıdan çox bu sürücünün də vəziyyəti yazıçıdan daha ağır. Betərdir. Yəni ona görə bu məsələlər hamısı problemdir və ona görə də cəmiyyətlə bağlı məsələdir. Cəmiyyətdə ümumiyyətlə mənim düşüncəm budur ki, narazı insan sayı çoxalan cəmiyyətlər yaxşı gələcəyi yaşamırlar. Məncə təhsildən başlamaq lazımdır. Təhsildən başqa da, həm də baxın, siz indi cəmiyyətin uğurlu insanlarına baxın, nəyin mübahisəsi gedir? Bu gün mən baxıram, bir müəllimə müraciət edir ki, niyə Türkiyədə məsələn Kösəm Sultan haqqında film çəkilir, bizdə Möminə Xatun haqqında film çəkilmir. Yaxud da biri qayıdır, bizdə nəm Şah İsmaildən niyə film çəkilmir, niyə Babək? Bir baxırsan ki, bu cəmiyyətin qəhrəmanı mütləq bir quyunun altında bir 10 əsr atlı olmalıdır. Sən qəhrəman axtarırsansa, məsələn, qadın qəhrəman axtarırsan, bir Məhsəti filmi çəkilir, Haykül, Məhsətini verməliydilər bir ailə başçısı kimi, Kəlağayı filan, belə də belə verməliydilər güya. Məhsətini necə vermək olar? Sən Azərbaycan qadını üçün bir obraz axtarırsansa, mən obraz deyirəm də Şükriyə xanım, Əhməd Cavadın yoldaşı. Bir qadınlıq simvoludur da, bu böyük bir faciə. Həmidə xanım, Cəlil Məmmədquluzadə. Həmidə xanım, Cəlil Məmmədquluzadə. Sən axı bunu axtarmırsan. Sən demək, bu beynin ancaq gələcəyi tarixdə yaşayan xalqlar, məsələn, Amerikada heç kim hinduların tarixini artıq araşdırmır. Çünki o mədəni tarix deyil, qurduğu mədəni tarix deyil. İstəmir onu üzə gedə çıxartsın. İstəmir, o mədəni tarix konstitusiyanın qəbul olunduğu vaxtdan başlayır. Azərbaycanın mədəni tarixi dövlət qurduğun vaxtdan başlayır, modern dövlət qurduğun vaxtdan başlayır. Yəni ziyalın onda yetişir, düşüncə adamında yetişir. Sən qəhrəman axtarırsansa, sən qəhrəmanın 19-cu əsrdə dilini sənə tanıtmış, bu dil sənindir, sən xəbərin yox idi. Dil sənin deyən Axundov komediyalar yaratdı ki, gül, ağla və faciəmdir ki, dilin yoxdur. Budur, buradan başlayır. Mətbuatı yaradan Həsən bəy Zərdabidən başlayır. Sən getmirsən tarixin qaranlığında bir nəfər 10 nəfər öldürüb, bir nəfər 10 nəfərin başını kəsib. Bu nə mənası var, nədir bu axtarış? Demək, bu xəstəlik... O qədimliyi göstərmək üçündür. O qədimliyi göstərmək üçün deyil, günün problemini çözə bilməyən, özünün real bir əzbərlənən mətnin təkrarıdır da. Bunu yeridiblər beyinə neçə illər falanlar. Yeni bir şey ürətə bilmir. Məsələn, Amerikanın böyünkü qəhrəmanı Elon Musk da. Kosmosa, Amerikanın qəhrəmanı artıq hansısa bir Apache, hansısa bir şeydə o şerif deyil ki. O bitdi da, şerif tuturdu, Apache'ni döyürdü, öldürürdü. Deyirlər bu qəhrəmandır. Ya bu qəhrəman sayılmaz axı. İndi artıq məsələn Kolumb deyək ki, böyük qəhrəmandır da. Amerikanın bəşəriyyət üçün kəşf edib. Yəni artıq xalqlar belə baxırlar. Sən mədəniyyətə nəyi vermisənsə, odur. Sən kültürünə aid nə varsa, o özündə saxla, yaşa. Xoşun gəlsə, məsələn bizim yasımız həmən kültürdür. Görürsünüz o iyrənclikləri orada özümüzlə bezmişik. Amma o kültürdür.
O kültürü hələ yaşadırsansa, demək hələ düşüncə dəyişimi baş verməyibdir. Amma sən tutaq ki, bu günləri Azərbaycanlı insana, Azərbaycanlı gəncə hansısa bir şəkildə bir müğənnini, bir meyxanaçını, filanı bir obraz olaraq göstərməyin, sən onun evini yıxmağındır. Sən obraz olaraq Elon Musk'ı Vazimə, bax ona göstərməlisən. toxunacaqdım. Bu sosial Elon Musk'ı şəbəkə göstərməlisən ki, qardaş, kimi göstərir? Səhnəyə kimi onun çıxardır? burnu, gözü, qaşı səninkilə eynidir. Hmm. Amma onun ağlı. Mən hətta ondan bağlı bir yazı da yazmışdım. Maraqlı bir fikir elə orada səsləndirmişdim ki, ondan bir foto şəkli var idi. Demək dənizin qırağında, çimərlikdə. Ana oturub, ananın əlində kitab. 3 qardaşdılar, bir bacı deyəsən. Hər birinin əlində bir kitab. Çimərlikdə kitab oxuyurlar. Bunların uşaqlıq vaxtıdır. Orada kitab oxuyan uşaq gəlib kosmosa gəmi qaldırmalı. Gəmi qaldıracaq. İndi ona görə də başımızı futbolla qatmışıq. Futbol qəhrəmanı sənin böyük qəhrəmanındır, amma bir alim sənin qəhrəmanın deyil. Bir dünya universitetlərində boy qaldıran bir görünən alim qəhrəman deyil. Türkiyədə Əziz Sancarı nə qədər adam sevər? Amma bir Arda Güləri milyonlar sevər. Onu bir 10 min adam sevər də. Yəni bu xalqın olsun bəlli bir məsələlərdə də kumir filan tapmaq olar. Amma bu uşaq uzaqbaşı geyib futbolçu olacaq, bu uşaq geyib basketbolçu olacaq, ya müğənni olacaq. Bu onsuz da bu boldur da bizdə. Siz o bolluq bazarına bunu aparmayın ki. Bunu defisit bazarına aparın. Defisit bazarına, o bit bazarına aparın, orada antikvar şeyləri görsün. Antikvar olmağa çalışsın. Amma biz bunu aparıq bolluq bazarına, kartof, soğan, düyü filan hamısı eyni necə olacaq Fazil bəy? Bayaq dediniz yaxşı. Bax bu sosial media, bu axırıncı sualımı da verim. Əslində sizinlə o qədər söhbət eləmək istəyirəm. Suallarım da çoxdur. Bax sosial media kimi təqdim eləyir. Çox üzr istəyirəm 1000 dəfə. Keçi kimi atlanıb düşən bir müğənniləri. Və ondan bizim uşaqlarımız nə götürəcəklər? Adam xəcalət çəkir ki, adam səhnəyə necə bu cürə çıxa bilər və bu yayımlanır ki, bir elmi araşdırmadan getmiş. Elmi araşdırmanı qoyduq kənara. Bir ədəbiyyat mövzusu yox, bir insanı düşündürəcək, beynini işıqlandıracaq bir mövzular, temalar yox. Hər işinə yox. Ancaq ən çox baxış sayı, milyon baxış sayı yığan səhnədə biabırçılıq, qadınların özlərini ifşa etməsi, özünü göstərmələri, bunların qarşısı necə alınacaq? Sosial media ilə bağlı qanun deyəsən çıxmışdı da mən bilənə. Nə oldu o qanun? Niyə işləmir? Amma o qanunda daha çox o təhqir, idi, anlaşıldı. Bu elementlərin qarşısını almaq üçün hüquq buradan müdaxilə eləyir. Amma sosial media İşləyirmi o qanun? Sosial media məsələsində iş qanunu işləyənməz tam mənada. Ona görə ki, bunun subyektləri çoxsu Bakıda oturmur. Yəni konkret hüquq, konkret insana müraciət edir, əməli törədənə. Əməli törədənin kimliyi bəlli olmursa, məchul-dursa, o zaman nə mənası var başqa ölkədə, amma əməli burada törədənlər heç olmasa bunların qarşısını almaq üçün belə bir hüquq bu məsələyə müdaxilə edir. Hüququn borcu müdaxilə eləməkdir. İndi nə dərəcədə effektli onu təmin edir, başqa şey. Amma sosial media məsələsi də bu da cəmiyyətin dünya görüşünün bir aynasıdır. Yəni bu onsuz da bir fenomendir. Bunu Çin də qəbul eləyib, hamısı qəbul eləyib. Dünyanın bütün ölkələrində bu var. Bu fenomendən necə istifadə eləməkdən var? Məsələn, maşından, avtobus kimi də istifadə edə bilərsən. Bir nəqliyyat vasitəsi kimi hansısa bir hədəfə çatmaq üçün, insanlara fayda vermək üçün, yük daşımaq üçün istifadə edə bilərsən. Sən bunu avtobus kimi istifadə eləyirsənsə, gedib hardasa qəziyə uğrayasan da, hardasa öləsən də, kimisə öldürəsən də, demək sən cinayətkar kimi olasan. Sosial mediada əslində bizi avtoşluq eləyənlərin meydanına çevrilir. Biz ora bir çərçivələri qoymağımız da imkansızdır, çətindir. Amma eyni zamanda sosial media həm də xeyli istedadlı adamların tapılmasına imkan yaradır, müzakirəyə imkan yaradır. Biz özümüz, əslində burada problem nədir? Deyək, cəmiyyətin müəyyən dərəcədə düşünən insan kateqoriyasında olan fərdləri burada yön verməyə çalışmalıdır. Burada mövzuları dəyişməyə çalışmalıdır, aktuallaşdırmalı. Televiziyada belədir. Səhərdən axşam baxırsan proqrama, xəbərlər, şou veriliş, filan müzakirə, filan deyək ki, iç xəbər, filan problemlərlə bağlı sosial verilişlər. Amma içində bir dənə də hansısa bir maarifləndirici, hüquqi maarifləndirmə verilişidir. Tutaq ki, ya bir fəlsəfi söhbətdir. Bu başqa bir məsələ. Demək, sən də orada o pəncərədən ora daxil olmalısan, orada atmosferi dəyişməlisən, ora oksigen gətirməlisən və bütün Azərbaycan ziyalıları, Azərbaycanı düşünən insanları, sağlam əqidəli,
həyata baxışı normal olan, cəmiyyətin bu gedişində deyək ki, müəyyən dərəcədə neqativləri doğru təhlil edən insanlar sosial şəbəkə üzərindən cəmiyyətin maariflənməsinə, lazım olanı götürəcəyi maariflənməsinə aydındır. xidmət edən cəsarətli addımlar atmalıdır. Sadəcə bir çoxları bu cəsarətdən məhrumdular. Bir çoxları da müəyyən dərəcədə o söylədiyim kimi biraz kütlənin xoşuna gəlmək, mən hərdən bu dəfələrlə söyləyirəm. Ümumiyyətlə bir ziyalının bütövlükdə kütlənin xoşuna gəlmə deyə bir xəstəliyə tutulmasından təhlükəli heç nə yoxdur. Bir müəllimin auditoriyanın xoşuna gəlmək deyə xəstəliyə tutulmaq. O müəllim fayda, bizim müəllimlər vardı. Hamı xoşlayırdı ki, gəldi. Deyək ki, siz söhbət edin, zəng vurulacaq, çıxıb gedərsiniz. O müəllim bizim evimizi yıxdı. Amma biz o müəllimi hamı xoşlayırdı. Amma bir dənə bizdən tələb edən müəllimi sevmirdik. Sevmirdik ki, bu imtahanda belə sual ver. Yaxud da biz indi dissertasiya müdafiə eləyəndə biri deyir ki, müdafiə elə. Deyir, orada bir belə də nə daxı pis bir professor var. Durub mənə elə sual verdi ki, o birilər sağ olsunlar, heç biri sual verməlidir. Əksinə o birilər sağ olmasınlar. Hamı sual verməlidir ki, sən bu ada layiqsən ya yox. Sən yalandan elmlər namizədi filan diplomu alıb sonra nə edəsən? Hansı auditoriyaya girib normal söz deyəsən? Hazırlığın yoxdur axı. Özünə güvənirsənsə, əslində orada meydan sula denən ki, mənə xahiş edirəm suallarınızı verin, mən cavab vermək istəyirəm. Yəni demək istədiyim odur ki, biz bizsiz var. Bizim ağlımızla kəşf olunmuyor. Biz hələ qəm fəncərə... Yəni heç bir qanun fayda verməyəcək, heç nəyə dəyişə bilməyəcək. Bizim müstəqillik cümhuriyyətimiz, Sovet dövləti, müstəqillik dövrümüz hər bir cəmiyyətdə 5%, 10% bir ziyalı potensialına sahib, ona yaxın insanlar olur. Bunlar cəmiyyəti təmsil edirlər, bunlar cəmiyyəti irəli aparırlar. Amma böyük əksəriyyəti Qəm Pəncərəsi filminin personajlarıdır. Mən sizə bir nümunə deyirəm, bugünkü günümüzün acınacaqlı problemlərindən biridir. Biz Qəm Pəncərəsini 1986-cı ildə çəkmişik. Amma biz 2000-ci müstəqillik dövründə 2015-20 arası çəkilən bir filmin rejissoruna Əlixan Rəcəbov üzr istətdik. Onu Qəm Pəncərəsi o çəkənməz indi. Onu daşqalaq eləyərlər. Anarın Qəm Pəncərəsində. Yox, Qəm Pəncərəsi Mirzə Cəlilin Danabaş kəndinin əhvalatlarının filmi 1900 ən gözəl aktyorlarımız oldu, oynadı. Mən hesab edirəm ki, ən gözəl filmimizdir o. Ən gözəl, bizim belə bizi düşünməyə, bizi dəyişməyə məcbur edən bir filmdir. O filmi biz 2020-ci ildə çəkənmərik. Onu dövlət yoxa, dövlət icazə verər. Cəmiyyət qoymaz. Cəmiyyət qoymaz ki, Şeyx Nəsrullahı ifşa eləyəsən. Cəmiyyət çünki Məmməd Həsən əmələrin bolluğuna çevrilir. Cəmiyyət Novruzəlinin bolluğuna çevrilir. Bu bolluğun içində bu Rus Əhməd yaşaya bilməz, Molla Sadığın bolluğuna çevrilir. Və biz bu Rus Əhmədlərin sayını çoxaltmalıyıq, İngilis Əhmədlərin sayını, Türk Əhmədlərin sayını. Necə çoxaldacaqsınız? Bunu çoxaltmaq sosial şəbəkə buna imkan verir. Bu cür sosial şəbəkədə bu cür təqdimatla Mirzə Cəlil bir kitab yazırdı. Mirzə Cəlilin o kitabını çap olununca Qeyrət mətbəəsi filan, bunu gedib uzaq bir dağ kəndinə 10 ildən sonra çatırdı. İndi isə ağıllı söz, ağıllı fikir 1 saniyə içində çata bilər. 10 saniyə sənə çatır. Demək, biz cəmiyyəti ağıllı, doğru, sağlam düşüncəyə alışdırmalıyıq, məcbur eləməliyik, yönətməliyik, döyməliyik, söyməliyik, lap üzərinə getməliyik ki, yönəl buna. Çünki o biri alternativi biz yaşamışıq 19-cu əsrdə. 19-cu əsr bizim məktəbə getməmə uğrunda mübarizə tariximizdir. Fazil, o qanun da Milli Məclisdə qəbul olundu. Deyəsən, müəllimə artıq şagirdə artıq bir söz deyəcəksə, həmən cərimələnəcək. Yox, o dərəcədə deyil. Məsələn, mən sizə bir şey deyim. Artıq o nüfuzu da qalmayıb. Döyə-döyə uşağı öyrətsin. Müəllim, yaxşı müəllim, ya özünə güvənən müəllim, doğru valideynlərlə də münasibət qurur. Sadəcə məktəbdə mühit yaratmaq lazımdır. Müəllim istənilən şagirdə döymək olmaz əlbəttə. Məsələ döymək, indi biz döymək deyil. Bir dənə orada döymədi o uşağı. Vəssalam. Ağıllı, məntiqlə, mən sizə bir şey deyim, öz təcrübəmizdən deyirəm, bir savadlı, ağıllı müəllim auditoriya girir. Yəni, indi uşağı döyürlər. Elə bir özünün aurası ilə sinifə ələ alır ki, onun dərsindən kimsə uzaqlaşmır, qaçmır. Bir şeylər öyrənməyə çalışsan. Demə,
qarşındakının cazibən olmalıdır. Yəni 80-ci illərin uşağı deyil də bu illərin Əlbəttə, uşaqları. 80-ci O uşağı deyil, sinifdəki amma uşaqlar. eyni zamanda müəllim də 80-ci ilin müəllimi deyil axı. Müəllimin indiki yaşam şəraiti, informasiya alma qabiliyyəti, yaxud da operativ hansısa bir tənliyi həll eləmə imkanı o vaxtından daha çoxdur. O vaxt müəllim də uşaq saxlayırdı, 2-3 uşağı var idi, amma tələm-tələsik gəlirdi. Amma o vaxt evdə hamam yox idi. O vaxt evdə marşrut özünün maşını yox idi. İndi müəllim öz maşını ilə də gələr. Demək istəyirəm odur ki, şərtlər də fərqlidir. Və ona görə də biz müəllimin, valideyn məsələn, indi o gün bir uşaq hərəkət eləmişdi, uşağı döymüşdü. Biz valideynin məntiqinə baxdınızmı? Valideyn dedi ki, kimə söysələr belə, söysələr, yaxşı indi o söyüşü qəbul eləmədi. Qatacaqlar həbsxanaya, ondan da pis 10 dəfə söyləyəcəklər, qulağı sallayıb eşidəsən. Həbsxanada onu eşidə bilirsən, yanındakılar, o vorzakonlar falanlar deyəcək, o qanun doğrular deyəcək. Onu qəbul eləyəsən. Amma bir uşağın söyüşünü ona fiziki zor tətbiq. Demək, gücünü harda artıq görürsəniz onu tətbiq eləməyə hər kəs başlasa, onda nizam tərəzi pozular. Aydındır Fazil bəy, müəllimin də nüfuzunu məncə geriyə qaytarmaq lazım. Müəllim də əvvəlki nüfuzda deyil. Mütləq. Mən həmişə demişəm ki, mən sizə bir şey deyim. Elə millət vəkili də əvvəlki nüfuzda deyil. Ölkədə ən böyük millət vəkili hamısını qoyun qırağa. Birinci növbədə müəllimin şəxsiyyətinə hörmət olunmayan, müəllim gələndə ayağa qalxınmayan, müəllim gələndə o sayğını göstərməyən cəmiyyətlərin axırı heç vaxt yaxşı olmayacaq. Təşəkkür edirəm Fazil bəy. Çox gözəl müsahibə, çox səmimi söhbət elədik. Düşünürəm ki, hər məsələlərə az da olsa toxuna bildik heç olmazsa. Çox sağ olun, çox təşəkkür edirəm. Siz sağ olun. Bu qədər əziz tamaşaçılar, Rövşən Ağasəf qızı sizinlə Barometr TV-də idi. Mən sizinlə yenə görüşəcəm. Salamat qalın.